Azərbaycanda özünə xidmət sektoru üçün yeni texnoloji həll hazırlanıb. Yerli mühəndislərin əməyi nəticəsində ərsəyə gətirilən yeni nəsil terminallar və proqram təminatının MDB məkanında bu xüsusiyyətləri özündə birləşdirən ilk yerli sistem olduğu bildirilir. Tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanan sistem avtoyumalarda, Vendiq avadanlıqlarında və elektrik avtomobillərinin enerji doldurma stansiyalarında ödəniş və idarəetmə proseslərini avtomatlaşdırmaq üçün nəzərdə tutulur. Proqramın əsas özəlliklərindən biri ondan ibarətdir ki, QR kodla ödəniş sistemi Milli Bank tərəfindən xüsusi Altay Voş şirkəti üçün hazırlanıbdır. Gördüyünüz kimi kameranı yaxınlaşdırdıq. Kameranı yaxınlaşdıranda ödəniş sistemi açılır. Ürəyiniz istəyir Apple Pay ilə, ürəyiniz Google Pay ilə ödəniş eləyirsiniz. Sadəcə olaraq belə yaxınlaşdıran kimi ödənişi elədiniz, istədiyiniz məbləği seçərək. Gördüyünüz kimi Altay Kimya nəğdsiz ödəniş 1 manat və balansınıza 1 manat dağıtıldı. Hazırlanan proqram təminatı sahibkarlara bütün prosesləri vahid platform üzərindən idarə etməyə imkan verir. Sistem vasitəsilə satış göstəricilərini, məhsul sərfiyyatını və xərcləri izləmək, eləcə də müxtəlif kampaniyalar və iş rejimləri yaratmaq mümkündür. Bundan əlavə su, köpük və elektrik sərfiyyatı ilə bağlı məlumatlar da real vaxt rejimində təqdim olunur. Hazırlanan texnologiyanın əsas hədəfləri açıqlanıb. Layihə müəlliflərinin sözlərinə görə avadanlığı Türkiyə, Gürcüstan, Rusiya, Moldova və Orta Asiya ölkələrindən maraq göstərilir. Altay Voşun yaratdığı bu avadanlığın xarici bazar üçün xüsusilə nəzərdə tutulub. Düzdür, Azərbaycanda da çox ehtiyac var. Belə bir avadanlıq Azərbaycanda yoxdur. Xarici bazar üçün hal-hazırda danışıqlarımız Türkiyə üzərindən gedir. Türkiyədən böyük tələbat var avadanlığa, Gürcüstandan ehtiyac var, Rusiya ilə danışıqlarımız gedir, Moldova ilə danışıqlarımız gedir, hətta Orta Asiya ölkələrindən də müraciətlərimiz çoxdur. İnşallah yaxın zamanlarda yəqin ki, eksportuna başlayacaq. Altayvoş şirkətinin sistem mühəndisi Sərxan Ağadadaşov deyir ki, layihənin əsas üstünlüyü sistemin bütün komponentlərinin yerli mühəndislər tərəfindən hazırlanmasıdır. Startupımızın əsas özəlliyi bütün sistemin burada proqram təminatının, istifadəçi proqram interfeysinin əsas olaraq da Azərbaycan üçün ilk olaraq embedded sistemi, yəni elektronikanın idarə edilməsinin proqram təminatında sıfırdan bizim mühəndislər tərəfindən yaradılmışdır və bu bizi tam xarici asılılıqdan azad edir. Hətta elektronikanın layihələndirilməsi, yəni çap lövhələrinin, printed circuit boardların da bizim mühəndislər tərəfindən hazırlanmışdır və İlk prototipləri burada istehsal olunmuşdur. Altayvoş şirkətinin sistem mühəndisi Sərxan Ağadadaşov deyir ki, yerli istehsal sayəsində sistemin texniki xidməti və yenilənməsi üçün xarici mütəxəssislərə ehtiyac qalmır. İstənilən nasazlıq, proqram təminatında dəyişiklik və ya elektron hissələrinin təmiri qısa müddətdə ölkə daxilində həyata keçirilə bilər. Bu həm müştərinin itirəcəyi vaxtı bizə azad edir, həm də ki, xaricdə sərf etdiyimiz maliyyənin qarşısını kəsir. Yəni bütün həm istehsalat üçün, həm də ki təmir üçün edilən ayrılan bütün maliyyə vasitələri ölkə daxilində qalır. Qeyd olunur ki, hazırlanan terminallar yalnız özünə xidmət avtoyumaları üçün nəzərdə tutulmayıb. Bildirilir ki, sistem robot avtoyumaların idarəetmə proseslərini də dəstəkləyir. Layihə çərçivəsində özünə xidmət avtoyumalarının hidravlik hissəsinin də Azərbaycanda istehsalı planlaşdırılır. Bu istiqamətdə aidiyyatı dövlət qurumları ilə danışıqların davam etdiyi vurğulanıb. Robot avtoyumaların, özünə xidmət avtoyumaların özünün hidravlik hissəsinin də istehsalı Azərbaycanda yaxın zamanda planlaşdırırıq. Aidiyyatı dövlət qurumlarının danışıqlarımız gedir. Yaxın zamanlarda yəqin ki, bundan bağlı da açıqlama verəcəyik.